Hər vaxtınız xeyir. Vacib sualı Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev cavablandırır. Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Şərait yaradırsınız, biz fəaliyyətimiz haqqında məlumat veririk. Real TV-yə verdiyiniz müsahibələrin birində belə bildirmişdiniz ki, Prezident İlham Əliyevin ASAN-ı yaratmaqda məqsədi göründüyündən daha da stratejidir. Elə ilk sualım da bu barədə olacaq. Ondan başlayaq ki, Azərbaycanda bütün qurumlar ASAN konseptinə keçir. Əlbəttə, ASAN xidmətin yaradılması strateji bir qərar idi. Cənab Prezidentin öz təşəbbüsü idi və bir neçə məqsədə xidmət edən yeni bir modelin qurulması idi və dövlət xidmətləri və idarəetmə sahəsində institusional bir islahat idi ASAN xidmət. Və artıq ötən bu 13 il ərzində zaman göstərdi ki, Cənab Prezidentin bu sahədə atdığı addım da uğurlu oldu, məqsədlərinə çatır və əlbəttə bugün digər sahələr həm ölkə daxilində, həm ölkə xaricində ASAN modelə ciddi maraq var. Onun iş üslubuna, metodologiyasına və biz də bacardığımız qədər ASAN təcrübəsini paylaşırıq. Bilirsiniz, ASAN artıq cəmiyyətdə bu cür adlanır ASAN xidmət, amma bu konsept ümumiyyətlə qurumun adına baxsaq, vətəndaşlara xidmət və sosial innovasiyalar. Yəni bu konsepsiyanın unikallığı da ondan ibarətdir ki, xidmətlə innovasiyalar bir konsepsiyada birləşdirilibdir. Və bugün innovasiyalar, yeni texnologiyalar, yeni həllər daha çox iqtisadiyyatda, sənayedə, biznes dünyasında tətbiq olunursa dünya səviyyəsində, Azərbaycan bunu həm də vətəndaşlara xidmət sektorunda tətbiq etdi. Və uğurun da əsas açarlarından biri də o oldu ki, dövlət xidmətləri innovasiyaların tətbiqi ilə, müasir texnologiyanın tətbiqi ilə vətəndaşlara tamamilə bürokratiyasız və şəffaf mexanizm çərçivəsində həyata keçirilir. Təbii ki, bu öz uğurunu qazanandan sonra əlbəttə bu təcrübəni paylaşmaq məsələsi olur və müraciətlər olur. Bugün istər Azərbaycanda, istər Azərbaycandan kənarda ASAN modeli çərçivəsində xidmətləri təşkil edən bir neçə qurum və təşkilatlar vardır. 13 ildir ki, artıq ASAN fəaliyyət göstərir. Necə fikirləşirsiniz? Bu 13 ilə vətəndaş ASAN üçün nə qədər dəyişib? ASAN xidmətin əsas məqsədlərindən birisi vətəndaşla dövlət qulluqçuları arasında yeni yanaşmanın formalaşmasına ibarət. Bu, Cənab Prezidentin ASAN-ın yaradılması haqqında fərmanında birbaşa göstərilibdir. Əsas fundamental məqsəd o idi. Və bu 13 il ərzində həqiqətən də yeni yanaşma formalaşdı. ASAN xidmət hər gün 40 mindən çox vətəndaşa xidmət edir. Bu 13 il ərzində 92 milyondan çox müraciət olub. 10 milyondan biraz çox əhali sayımız var. 9 milyon 200 min nəfər təxminən ASAN xidmətdən yararlanıb. Demək olar hər kəs bir neçə dəfə yararlanıb. Və əlbəttə ASAN-ın uğurunun səbəblərindən biri də odur ki, ASAN vətəndaşların təklif, istəklərinə uyğun öz biznes proseslərinə yenidən baxıb təkmilləşdirirdi. Eyni zamanda ASAN-ın tətbiq etdiyi müəyyən həllər vətəndaşlarda yeni bacarıqların, yeni rəqəmsal bacarıqların artmasına, inkişaf etməsinə gətirib çıxartdı. Vətəndaş və ASAN xidmətin qarşılıqlı münasibətləri həm ASAN xidmətinin inkişafına təkan verdi, həm də cəmiyyətimiz üçün yeni yanaşmalar, yeni baxışlar, yeni bacarıqlar formalaşmağa imkan yaratdı. 2025-ci ildə ASAN xidmətə ümumiyyətlə müraciətlər nə qədər olub? Hansı mərkəzlər fəaliyyət göstərib? Təşəkkür edirəm. İcazənizlə bununla bağlı ilin yekunlarına bağlı hesabatımız var. Elə hesabat səhifələri ilə geçsək. Ümumilikdə gördüyünüz kimi bu il üçün 28 mərkəzimiz ölkə üzrə fəaliyyətdədir. 3 kommunal mərkəz və 10 səyyar avtobus, biz mobil səyyar xidmət deyirik. Onlar ASAN xidmətinin olmadığı regionlara gedirlər və vətəndaşlara öz qəsəbələrində, şəhərlərində xidmət göstərirlər. Və ümumilikdə bu il üçün 11 milyondan çox, daha dəqiq desək, 11 milyon 430 min deməli, xidmət göstərilibdir vətəndaşlara. 13 il ərzində isə 93 milyondan çox ASAN xidmətə müraciət olunubdur. Və bugün biz 400 xidmət göstəririk. Yəni ASAN xidmətdə vətəndaşlar ASAN-a daxil olmaqla 400 xidmət əldə edə bilirlər. Bu
doğumun qeydə alınmasından, belə deyək, ölümün qeydə alınmasına qədər bir vətəndaşın həyatı boyu ehtiyac olduğu bütün dövlət xidmətlərinin bir mərkəzdən ala bilmə imkanıdır və asan xidmət mərkəzləri həm də dövlət və özəl tərəfdaşlığın formalaşdığı bir platforma rolunu oynayır. Çünki burada yalnız dövlət xidmətləri deyil, eyni zamanda vətəndaşların kütləvi müraciət etdiyi özəl xidmətlər də göstərilir özəl şirkətlər tərəfindən və ümumilikdə bu xidmətlərin sayı 400-dür. Və qeyd etdiyim kimi gündəlik müraciət sayı 40 minə yaxındır. Yəni bu kifayət qədər kütləvi bir insanların kütləvi müraciət etdiyi mərkəzlərdir. Həm Bakı şəhərində, həm regionlarda və bu günə qədər də aparılan o rəy sorğuları, toplanan təklif və şikayətləri də ümumiləşdirsək, vətəndaş məmnunluq səviyyəsi bu il içində 99%-in üzərində olubdur. Daha dəqiq desək 99,9% məmnunluq əmsalı var. Burada görürsünüz son 13 ilin statistikasıdır. 93 milyondan çox müraciət, 9 milyon 136 min unikal vətəndaş tərəfindən müraciət olunubdur. Bu il isə 11 milyon 423 min müraciət və 2,5 milyon unikal vətəndaş tərəfindən müraciət olunubdur. Qeyd etdiyim kimi, asan xidmət öz işini vətəndaşların davranışlarına uyğun qrupdur və ona görə də vətəndaşların fikirləri, şikayətləri, narazılıqları, təklifləri bizim üçün çox vacibdir və burada gördüyünüz 8 mənbə üzrə biz gündəlik real vaxt rejimində vətəndaşlardan fikir alırıq. Bu rəy sorğulardır, siz də yəqin şahidi olmusunuz. Hər bir xidmət alan vətəndaş asanı tərk etməzdən öncə ondan rəy sorğuları alınır, razı qaldınız, qalmadınız. Bəli, giriş hissədə. Bəli, giriş hissədə. Və şikayət və təklif jurnalı var. Bu vətəndaşlar əgər yazılı özü yazmaq istəyirsə, onlar üçün bir şikayət jurnalı müəyyən olunubdur. 108 çağırım mərkəzi bütün ölkə üzrə işləyir və bütün asan iş vaxtlarında işləyir və istənilən şəxs ora zəng edib bildirə bilir. Mobil tətbiq üzərindən bilirsiniz, asanın öz tətbiqi var və insanlar, vətəndaşlarımız mobil tətbiq vasitəsilə həm növbə ala bilirlər, hansı mərkəz harada yerləşir, hansı sənədlər tələb olunur bu xidmətlər üçün, onu öyrənə bilirlər. Eyni zamanda oradan öz şikayət təkliflərini verə bilirlər, xidməti qiymətləndirə bilirlər. Elektron poçt, elektron müraciət köşkü və asanın çox saylı izləyiciləri olan sosial şəbəkə səhifələri var və onlar vasitəsilə də biz gündəlik olaraq mütəmadi vətəndaşlarımızın rəyini alırıq və bütün bunların cəmində biz görürük ki, vətəndaş məmnunluğu 99%-in üzərindədir. 2025-ci ildə 11 milyon 423 min 600 müraciət qeydə alınıbdır və onlardan 8 milyon nəfərdən rəy götürülübdür. Yəni bugün deyirik 99%-dən yuxarı məmnunluq kimlərdən götürülübsə bu rəqəmlər, bu o deməkdir ki, müraciət edənlərin 71%. Yəni təqribi olaraq hər 2 nəfərdən biri bu rəy vermə prosesində iştirak edibdir, rəyini bildiribdir. Bu da vətəndaş məmnunluğu dərəcəsinin mötəbərliyini göstərən mühüm faktordur. Və bu rəylər üzrə 8 milyondan çox təşəkkür alınıbdır, 14.071 şikayət əldə olunubdur, yığılıbdır. Yəni 14.071 şikayət dedikdə bütün şikayətlərdir. Vətəndaş bəzən deyə bilir ki, mərkəzin havası çox ağırdır, mən narazıyam. Bu cür şikayət ola bilər. Almaq istədiyi xidmət asanda yoxdur, onun şikayətidir ki, niyə bu xidmət asanda yoxdur? Yəni bu tipli şikayətlər də daxil olmaqla və yaxud da ümumiyyətlə narazıyam deyə bilir. Sosial şəbəkədə və yaxud da rəy sorğusunda bütün topladığımız şikayət cəmi 14 min, yəni 11 milyon 423 min müraciətdə 14 min şikayət 0,12% deməkdir. Bizdən asılı olmayan şikayətləri biz çıxsaq, sırf bizdən asılı olan sırf əsaslı şikayət sayı 2097-dir. Bu isə ümumi müraciətin 0,18%-dir. Bu asan xidmətin faydalılığının, uğurunun bir göstəricisidir, amma bizim üçün daha vacib olan başqa bir məsələ var. Bu əsaslı şikayətlər nədən olubdur? Əsaslı şikayətlərin də istiqamətlərini də ayrıca təhlil edirik. Bunlar da müvafiq qurumların informasiya sistemlərində dayanmalar. Nə deməkdir? Vətəndaş hansısa bir xidmət almaq üçün o dövlət orqanına müraciət edir asanda. Orada
bilirsiniz, arxada bütün proseslər ki, avtomatlaşdırılıb, informasiya sistemləri üzərindən göstərilir. O sistemdə yaranan hər hansı bir dayanma, durma, müəyyən donma olur ki, birbaşa xidmətin təsir edir. Vətəndaş gözləməli olur, vətəndaş müəyyən vaxt sərf etməli olur. Bu halda bu şikayət yarana bilir və biz bunu əsaslı götürürük. Sənədin vaxtında hazır olması ola bilər ki, 3 gün ərzində olmalıdır, 4-cü, 5-ci gün gələ bilir. Sənəddə səhvə yol verə bilir əməkdaşlar və yaxud da sistemdə səhv qeydiyyat alınır və s. Niyə biz bunu ayrı-ayrı həm təhlil edirik, həm də bugün təqdim edirik? Burada digər vacib məqam şikayətlərin sayının azlığı ilə yanaşı, şikayətin məzmununda korrupsiya faktı varmı? Rüşvət alma faktı, istəmə faktı varmı? Süründürməçilik, bürokratik əngəl varmı? Bu çox vacibdir ki, çünki bu asan xidmətin əsas qayəsidir. Cənab Prezidentin asan xidmət qarşısına qoyduğu əsas vəzifə budur. Ki, burada xidmət şəffaf olmalıdır, bürokratik əngəl olmamalıdır. Və bizim üçün əsas vacib məsələ, məqam odur ki, ötən illərdə olduğu kimi bu ildə bir dənə də olsun bu cür şikayət almamışıq, olmayıbdır və bundan sonraki fəaliyyətdə də bizim əsas həssas olduğumuz məqam da bu olacaqdır ki, asan xidmətdə bu cür negativ hallar ümumiyyətlə olmasın. Bildirdiniz ki, göstərdiyimiz xidmətlərin sayı 400-dür. İcbari tibbi sığorta məntiqi ilə yanaşsaq, bugün asan xidmət zərfinə hansı xidmətlər daxil deyil? Asan xidmət yarananda 20 xidmətlə başladı. Bugün artıq 400 xidmət var və burada əsas məqsəd vətəndaşların kütləvi müraciət, tez-tez müraciət etdiyi xidmətləri və o dövr üçün şəffaflığa ehtiyac olan xidmətlərin asanlığı göstərilməsidir. Bugün artıq bu xidmətlər 400-ə çatıb dediyim kimi, amma daha çox vətəndaş yönümlü xidmətlərdir burada. Dediyiniz zərf məsələsinə baxsa, bölgə etsək, bilirsiniz, dövlət vətəndaş xidmətləri var, dövlət biznes xidmətləri var və dövlət xidmətləri var. Burada asan xidmətlər zərfi daha çox dövlət vətəndaş xidmətləridir. Yəni, birbaşa vətəndaşların özlərinə, onların hüquqi statusu ilə bağlı xidmətlərdir. Və Cənab Prezidentimizin fərmanı var, bəzi biznes xidmətlərinin də asanlıq göstərilməsi ilə bağlı. İndi bu proses gedir, gələcəkdə ola bilər yeni xidmətlər də əlavə olunsun. Bu yaxınlarda dövlət xidmətləri haqqında qanun qəbul olundu. Bu qanunda nələr göstərilir? Qanun nəyə xidmət edəcək? Belə bir qanun əvvəllər mövcud olmayıb. Bu, dövlət xidmətləri, onların göstərilməsi, dövlət xidmətinin yaranma prosesi, orada müraciətlərə baxılma, bütün proseslərin bir hüquqi çərçivəsi formalaşdı. Və bu, qeyd etdiyiniz kimi, asan xidmət standartı əsasında formalaşdı. Artıq dövlət xidmətlərin göstərilməsi zamanı asan xidmətdə tətbiq edilən vətəndaş yönümlü deməli, yanaşma, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, rahatlıq prinsipləri bütün dövlət xidmətlərinə şamil olunacaqdır. Çünki vətəndaş bunu necə hiss eləyəcək özündə? Bu dövlət xidmətləri haqqında qanunun detallarını? Gündəlik dövləti toxunmaq olmur, əlbəttə ki, onu bəlkə görmək olmur. Dövləti hiss etmək olur. Və dövləti nə zaman vətəndaş hiss edir? Nə zaman ki, onun xidmətinə ehtiyac yarananda. Və bu, il ərzində bir neçə dəfə ola bilir və vətəndaş dövlət xidmətinə ehtiyacı yarananda ona göstərilən münasibət, ona göstərilən xidmətin keyfiyyəti, o əl çatanlıq, o şəffaflıq, o süründürməçilikdən uzaq bir mühit varsa, vətəndaş dövlətindən razı olacaqdır. Bunun əksi olacaqsa, əlbəttə ki, dövlət haqqında yanlış təsəvvürlər formalaşacaqdır. Ona görə də bugün asan xidmət fəlsəfəsi ondan ibarətdir ki, bura xidmət almağa gələn vətəndaş dövlətlə təmasa girir. Dövlətlə vətəndaş arasında yeni bir münasibət orada yaranır, kommunikasiya yaranır və bu kommunikasiyada dövlət öz vətəndaşına diqqət və qayğısını artıq əməldə göstərməlidir. Və bugün bu prinsip özünü doğruldur asan xidmətdə. Artıq bu qanun imkan verəcək ki, asan xidmətdə olmayan xidmətlər hansısa qurumlar tərəfindən göstərilirsə, onlar da bu prinsip çərçivəsində öz işlərini qursunlar və xidməti bu prinsiplərlə vətəndaşlara və biznes subyektlərinə çatdırsınlar. Asan xidmət indeksi barədə danışmaq istəyirəm. Bu, dövlət xidmətləri qanunundan irəli gələn məsələlərdən biridir.
Asan xidmət indeksi bütün dövlət xidmətlərinin, yəni burada fərq yoxdur, asan xidmətdədir, bu xidmət yoxsa deyil. Cənab Prezidentin fərmanı ilə bu indekslər, bütün xidmətlər qiymətləndirilir. Bu çox vacib bir alətdir dövlət üçün. Bu qiymətləndirmə nəticəsində biz bir-birini təkrar edən xidmətləri aşkar edə bilirik. Xidmətin prosesində, biznes prosesindəki çatışmazlıqları, boşluqları müəyyən edə bilirik, ziddiyyətlər müəyyən oluna bilir ki, və bu nəticələr biz sonra həmin qurumların özlərinə təqdim olunur və bu cür ziddiyyətlər, boşluqlar aradan qaldıranda bir növ xidmətin biznes prosesi optimallaşdırılmış olur və bu da gələcəkdə xidmətin rəqəmsallaşmasına dəstək göstərən ən böyük faktorlardan biridir. Çünki bugün hər hansı bir xidməti, deyək ki, bugün istəyirik ki, tamam rəqəmsal xidmət edək, onu olduğu kimi rəqəmsallaşma çalışsaq, o xidmət tam rəqəmsal ola bilməyəcək və belə deyək, qarışıqlığı daha böyük qarşılıqlar gətirib çıxaracaqdır. Ona görə də asan xidmət indeksi kimi alətlər bizə imkan verir ki, xidmətlərin standartını müəyyən edək, optimallaşdırmasını təşkil edək və daha sonra o rəqəmsallaşmağa açıq olsun. Ötən il 300 xidmət belə qiymətləndirilibdir. 37 mərkəzi icra hakimiyyəti orqanının, 23 yerli icra hakimiyyəti orqanının və 15 dövlətə məxsus olan hüquqi şəxslərin və Naxçıvan Muxtar Respublikasının aidiyyatı qurumlarının xidmətləri qiymətləndirilibdir və nəticələr həmin qurumlara eyni zamanda ölkə rəhbərliyinə təqdim olunubdur. Dövlət xidmətinin elektron reyestri isə ümumiyyətlə bütün xidmətlərin toplandığı bir reyestrdir. Bu da çox vacib alətdir. Bugün artıq dövlət xidmətləri haqqında qanun da qəbul olundu və oradakı əsas tələblərindən biri də odur ki, əgər hər hansı bir dövlət təşkilatı qurumu yeni bir xidmət yaratmaq istəyirsə, mütləq dövlət xidmətləri reyestrinə daxil edilməlidir. Çünki reyestrə daxil edilərkən yeni yaradılan xidmətin hüquqi əsası göstərilir, göstərilmə forması xidmətin nə üçün göstərilir, ödənişlidir, ödənişsizdir və hansı formalarda bu xidmətlər və ödənişlər qəbul olunmalıdır. Müraciət və şikayətin idarə edilmə mexanizmi necə olacaqdır? Bütün bunlar öz əksini tapmalıdır deyə bu xidmətlər reyestrdə qeydə alınmalıdır. Bu nəyə imkan verir? Bu, hər hansı bir dövlət təşkilatının daxili qərarı ilə yeni xidmətlər yaradıb və vətəndaşları və ya biznes subyektlərini o xidmətlərdən yararlanmağa məcbur edə bilməməsi üçündür. Yəni, birbaşa dövlətin vətəndaşlar üçün və biznes üçün onların qorunması üçün yaradılan bir mexanizmdir, sistemdir. Naxçıvanda fəaliyyətiniz necədir? Yəni, vətəndaşlar üçün artıq asan xidmət Naxçıvanda tanınan ünvan ola bilibmi? Bəli, Naxçıvanda asan xidmət artıq 2 ildir fəaliyyətdədir və bu müddət ərzində 1.500.000-dən çox Naxçıvan asan xidmətə müraciət olubdur. Gündəlik 1500-dən çox müraciət olur Naxçıvan asan xidmətə və orada da vətəndaş məmnunluğu səviyyəsi 99%-in üzərindədir. Bütün 400 xidmət orada da göstərilir və tamamilə Naxçıvan Asan Xidmət Mərkəzində digər asan xidmət mərkəzləri tamamilə inteqrasiya olunmuş şəkildə işləyir. Biz tez-tez asan xidmət standartları eşidirik. Ümumiyyətlə, asan xidmət standartları nədir? Burada nələr əks olunur? Asan standartları həm ölkə daxilində artıq tətbiq olunur, bundan sonra olunacaqdır. Eyni zamanda bu idarəetmə standartları artıq beynəlxalq bir ehtiyaca dönübdür. Biz bilirsiniz, BMT ilə işləyirik. BMT ilə bizim bir müqaviləmiz var və onlar asan modelini dünyanın 4 qitəsində təşviq və təbliğ edirlər və asan idarəetmə standartları da o müqavilənin tərkib hissəsidir ki, biz belə bir standartları formalaşdıraq və bütün dövlətlər üçün xidmətlərdə bu standartı mənimsəsinlər və tətbiq etsinlər. Bugün Azərbaycan dövlət xidmətləri sahəsində beynəlxalq müstəvidə standart müəyyənləşdirən artıq bir ölkədir. Burada vətəndaşların məlumatlandırılması, müraciətlə iş, nəzarət, qiymətləndirmə, kadr potensialı, xidmət mərkəzləri olacaqsa onların standartları, innovasiyaların tətbiqi ilə xidmət proseslərinin optimallaşdırılması, bütün bu meyarlar bu standartlarda öz əksini tapıb və bugün biz bilirsiniz, asanı bir model olaraq digər ölkələrə ixrac ediriksə, bu elə asan idarəetmə standartlarının ixracı deməkdir. Asan müraciət, bu da Cənab Prezidentin fərmanı ilə yaradılıbdır və bir ictimai iştirakçılıq platformasıdır.
Nədir asan müraciət? Bu bir mobil tətbiqdir. İstənilən vətəndaş və biz fürsətdən istifadə edib Real TV tamaşaçılarını da dəvət edirik ki, bu tətbiq yüklənilsin. Artıq 30 mindən çox vətəndaş bundan istifadə edir və onlar infrastruktur təyinatda hər hansı bir problemi aşkar edirsə vətəndaş, onun şəklini və ya videosunu çəkib sistemə göndərə bilir və sistem artıq o problemin hansı qurum tərəfindən aradan qaldırmalıdırsa, o quruma göndərir və vətəndaş mobil tətbiq vasitəsilə o müraciətin, o problemin izləyə bilir. Hansı quruma getdi, neçə gün icra müddəti formalaşdı, icraçı kimdir və sonda əgər o problem aradan qaldırırsa, vətəndaş onu qiymətləndirə bilir ki, bu qurum adekvat və operativ məsələyə yanaşdı, həll etdi, yoxsa yox. Bu, dövlət üçün çox vacibdir ki, vətəndaşların dəstəyindən istifadə edir. Yəni, infrastruktur problemi çox yerdə ola bilər və aidiyyatı qurumlar onları görməyə bilər, amma vətəndaş görüb dərhal onlara göndərə bilir. Eyni zamanda da qurumların bir performansını ortaya çıxara bilir ki, nə dərəcədə operativ məsələlərə reaksiya verə bilir və həll edir. Bu baxımdan çox faydalı bir platformadır və misal olaraq bunu göstərə bilir. Görürsünüz, hər hansı bir problem var, onun şəkli çəkilir və sonra problem həll olunub. Yəni, və vətəndaşa da məlumat verilir ki, vətəndaş onu görə bilir, bəli. Onu görə bilir və qiymətləndirir ki, mən razı qaldım bu problemin həllindən və ya... Rəqəm varmı tutalım 2025-ci ildə nə qədər müraciət olunub? 16 min deməli müraciət olunubdur, problemlər bu cür şəkli və videosu göndərilibdir və asan müraciət vasitəsilə aidiyyatı dövlət qurumları o problemləri həll edibdir. 10 ilə yaxındır ki, artıq tətbiq olunur Asan Viza. Bu xidmətlə bağlı vəziyyət nə yerdədir? Yəni, Asan Vizaya müraciət edənlərin sayı, məmnunluq səviyyəsi, problemlər hansılardır, olan problemlərlə bağlı hansı işlər görülür? Asan Viza elektron vizadır, bilirsiniz və 95 ölkənin vətəndaşları bu xidmətdən yararlana bilir. Cəmi 3 saat ərzində və yaxud da 3 gün ərzində o əcnəbinin seçiminə görə tamamilə elektron viza ala bilir. Yəni sənədlərini, elektron məlumatlarını göndərib elektron viza ala bilir. Bu, dünyada ən yaxşı viza sistemlərindən biridir və bir neçə mükafata da layiq görülübdür. 8 ildir fəaliyyətdədir və 5 milyona yaxın bugünə qədər viza verilibdir. Təkcə bu il indi 796 min görürsünüz viza verilibdir, amma ilin sonunda bu 800 mini artıq keçəcəkdir bir neçə gün ərzində. Yəni 800 min viza verilmiş olacaqdır. Və qeyd etdiyim kimi bu platformada ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və vizanın sadələşdirilməsi baxımından. Və bu elektron viza, asan viza sisteminin bir unikallığı da odur ki, əcnəbi ölkəni tərk etdikdən sonra onun e-mailinə sorğu göndərilir. Razı qaldınız, qalmadınız, burada oteldən razılıq, insanlardan razılıq, yemək, ərzaqdan razılıq, ümumiyyətlə turizm vəziyyətindən razılıq və s. Və o toplanan bütün informasiyalar, datalar real vaxt rejimində təhlil olunur və əgər problemli bir, şikayətli bir məsələ varsa, o aidiyyatı quruma göndərilir ki, o məsələ baxılsın, orada bir təkmilləşdirmə işi aparılsın. Bu baxımdan əlbəttə Asan Viza unikal bir sistemdir. Yəni biz əcnəbilərin burada hansı ölkə vətəndaşları nə qədər qalır, onlar ümumiyyətlə təkrar sonra gəlirlərmi ölkəyə və nədən razı qalırlar, nədən narazı qalırlar kimi məsələləri Asan Viza sistemi vasitəsilə biz görə bilirik. Bir növ güzgü olaraq əcnəbi bizi hansı gözlə görür və burada əcnəbilər fərqlidir. Ölkələrə görə fikir dəyişə bilir, yaş fərqinə görə fikir dəyişə bilir, cins fərqinə görə fikir dəyişə bilir. Onların hamısı detallı analiz olunur və biz əcnəbinin gözündə Azərbaycan hardadır, necədir? Necədir nəticələr? Nəticələr ümumi götürsək çox yaxşıdır. Yəni Azərbaycanın insanlarımızın qonaqpərvərliyi həmişə yüksək qiymətləndirilir. Şəhər infrastrukturu çox yüksək qiymətləndirilir. Restoranlar, yeməklərimiz, onların dadı yüksək qiymətləndirilir. Əlbəttə ki, müəyyən texniki problemlər də ola bilir, transportla bağlı və s. Onunla bağlı da artıq dövlətin ayrı-ayrı strukturları iş görürlər. Yəni ki, o məsələlər də
öz müsbət həllini tapacaqdır. Və gələnlərin bir çoxu da orada belə bir sual var. Öz yaxınlarınızı Azərbaycana gəlməyə tövsiyə edərdinizmi? Və bu da çox yaxşıdır ki, 5 ballıq şkala ilə 5 bala yaxın qiymət verirlər. Yəni biz tövsiyə edərdik ki, Bakıya, Azərbaycana gəlsinlər. Asan ödəniş sistemi burada Cənab Prezidentin fərmanı ilə yaradılıbdır. Burada 680 mindən 700 minə yaxın artıq istifadəçi qeydiyyatdadır və 693 xidmət göstərilir. Bu ödəniş xidmətləridir. Asan ödəniş vasitəsilə cərimələr ödənilə bilir, rüsumlar ödənilə bilir, müxtəlif kommunal xərclər ödənilə bilir və dərhal da ödənilən rüsumlar da, digər dövlət ödənişləri də dövlət büdcəsinə deməli köçürülür. Asan xidmətin bugün innovasiya fəaliyyəti ilə bağlı vəziyyət nə yerdədir? Asan xidmətin digər istiqaməti də innovasiyalardır. İnnovasiyalar dedikdə biz həm dövlət xidmətləri sahəsində innovativ həllərin araşdırılması və tətbiq edilməsi istiqamətində işləyirik. Həm də startaplara dəstək sahəsində inkubasiya və akselerasiya mərkəzi var Asan xidmətin tabeliyində. Bu il üçün uğurlu, Asan xidmət üçün uğurlu nəticələrdən biri də innovasiyalar üzrə idarəetmə sistemi beynəlxalq sertifikatının alınmasıdır. Bu Azərbaycanda ilk sertifikatdır ki, dövlət orqanı tərəfindən alınıbdır. İnnovasiyalar üzrə idarəetmə sistemi nə deməkdir? Yəni belə bir sertifikatın verilməsi üçün təşkilatda, qurumda, bizim məsələyə yanaşsa, yəni Asan xidmətdə innovasiya ekosistemi varmı, form mövcuddurmu? İnnovativ layihələr Asan xidmət mərkəzində tətbiq edilirmi? İnnovasiya sahəsində maarifləndirmə aparılırmı və proseslər özü innovativ təşkil olunubmu? Yəni bu tələblərə cavab verən təşkilata bu innovasiya üzrə idarəetmə sistemi beynəlxalq sertifikatı verilir və sizə demək istəyirəm ki, Azərbaycanın dövlət orqanları arasında ilk olaraq Asan xidmət bu sertifikatı, bu beynəlxalq sertifikatı əldə edibdir. Bu cür sertifikatlar sual ola bilər ki, niyə alınır, bizim üçün nəyə lazımdır? Bu bizim bu fəaliyyətdə düzgün istiqamətdə gedib getməməyimizi göstərən bir meyardır. Yəni biz əgər innovativ qurum deyiriksə özümüzə, innovasiyalar varsa bizim fəaliyyət istiqamətimizdə, innovasiya ilə bağlı düzgünmü prosesləri qurmuşuq, qərarlar düzgünmü verilir, ümumiyyətlə bu mühit varmı, ekosistem qurulubmu yoxsa yox. Bu cür sertifikat bizim özümüz üçün təşkilat olaraq dövlət agentliyi və onun əməkdaşları, komandası üçün vacibdir ki, bu sertifikat təsdiq edir ki, bir iş prosesi düzgün qurulubdur və bu cürdə davam etmək lazımdır. Innoland qeyd etdiyim kimi Asanın tabeliyində bir inkubasiya və akselerasiya mərkəzidir. Nədir bu? Startaplar, bir biznes ideyası olan gənclər, onlar Innolanda qəbul olunur, Innoland tərəfindən seçildikdən sonra və onların o ideyasının biznesə çevrilməsi üçün onlara dəstək göstərilir. Bugünə qədər artıq 100 startap inkubasiya mərhələsindən keçibdir və ən vacib məsələ isə artıq görürsünüz, təkcə Bakıda deyil, Şamaxı, Sumqayıt, Sərdar, Lənkəran və Şəki Asan xidmətlərində, mərkəzlərində artıq bu Innoland mərkəzləri var ki, bu da regiondakı gənclərin aktivləşməsinə, yeni biznes ideyaların formalaşmasına güclü təkan verən amillərdən biridir. Və ən əsası odur ki, bugünə qədər Innoland rezidenti olan startaplar 29 milyon manat investisiya cəlb edə biliblər. Biz baxsaq, bu investisiya hardan cəlb olunub? 81% xarici investisiyadır. Yəni biz xarici valyuta Azərbaycanda olan startapa gəlib, axın edibdir və burada investisiya olunubdur o startaplara. Bu çox vacib bir məsələdir və baxsaq, investorlar və tərəfdaşlar, Techstar, Wplay, 500, bunlar startap dünyasında, bu innovasiya dünyasında olan insanların tanıdığı çox məşhur, dünyanın ən məşhur venture fəaliyyətlə məşğul olan şirkətlərdir ki, onlar bu investisiyaları yatırıblar. 8 bugünə qədər startap isə startap dili ilə desə exit edibdir. Yəni biznes artıq satılıbdır. Yəni özü də beynəlxalq şirkətlərə artıq çıxıbdır, qlobal bazara çıxıbdır. Bilirsiniz ki, Asan xidmətdə bütün əməkdaşlarımız təlimlərə cəlb olunur. Bu bizim təlim institutu Asan xidmət konsepsiyasının əsas komponentlərindən biridir. Mən bayaq qeyd etdim, vətəndaş dövləti o zaman hiss edir ki, onun xidmətinə ehtiyac duyur və Asan xidmətə gəlir
bizim Asan Xidmətdə ilk rastlaşdığı şəxs Asan Xidmətin məlumat köşkündə oturan əməkdaşlarımızdır. Və bir növ onlar dövlətin simasını təşkil edirlər. Əgər onlar gülərüz qarşılayırsa vətəndaş yönümlü addımlar atırlarsa, yəni onun problemini həll etməyə çalışırlarsa, bilirsiniz, bugün siz deyə bir problem səsləndirə bilərsiniz, mənim iki cavabım ola bilər. Ya, bilirsiniz, bu problemdir, gedin bu problemi həll edin, sonra gəlin, bu standart bir cavabdır. Bir də mən sizin problemi həll etmək üçün hansı addımlar atıram. Ən azı quruma müraciət edirəm, bunu necə etmək olar, bunu necə kömək etmək olar. Bu cür yanaşma, nəzakətli davranış, səbir, təmkin və xidmətin, ən əsas xidmətin şəffaf göstərilməsi, süründürülməkçilə yol verilməməsi nəticədə vətəndaşın təsəvvüründə dövlətinin necə güclü, diqqətli və vətəndaşa qayğı göstərdiyini nümayiş etdirir. Eyni zamanda, bayaq qeyd etdiyim 99,9%lik vətəndaş məmnuniyyətinə gətirib çıxarır. Və burada məsələ nədir? Vətəndaş Asana gəlirsə mütləq xidmət alır deyə bir şey yoxdur. Təbii ki, hüquqi problem varsa, sənəddə çatışmazlıq varsa, ona xidmətdə imtina verilə bilir. Amma soruşanda razı qaldınız yoxsa yox, vətəndaş deyir, məmnun oldum. Nəyə görə? Çünki söhbət xidmətin alınmasından yox, xidmət zamanı ona göstərilən münasibətdən o məmnun qalmış olur. Və bütün bunlar üçün, belə deyək, vətəndaşlar üçün asan olan xidmət əslində Asanda çalışanlar üçün biraz çətin xidmətdir. Çünki onlardan dözümlülük, səbir, təmkin tələb olunur və bu bacarıqları daim təkmil saxlamaq üçün bizim Asan İnnovativ İnkişaf Mərkəzi, yəni təlim mərkəzimiz var və onlar mütəmadi əməkdaşlarımıza stresin idarə olunması, zamanın idarə olunması, konfliktin idarə olunması kimi və bir sıra başqa psixoloji təlimlər keçirlər. Və sevindirici hal odur ki, artıq tək Asan Xidmət əməkdaşları üçün deyil, digər dövlət orqanları və özəl şirkətlər də təlim mərkəzinə müraciət olunur ki, bu cür təlimlər o əməkdaşlar üçün də keçirilsin. Baxın, bu günə qədər 349-dan çox korporativ təşkilatın 26 mindən çox mütəxəssisə Asan Təlim Mərkəzi təlimlər keçibdir. Və bu iki istiqamətdə biznes inkişafı üzrə təlimlər və şəxsi inkişaf üzrə təlimlərdən ibarətdir. Eyni zamanda Asan Xidmət bu gün üçün aktual olan süni intellekt həllərindən istifadə bacarıqlarının inkişaf etdirilməsi, müasir texnologiyalara istifadə vərdişlərini təkmilləşdirən təlimlər də keçir və bu gün üçün belə sorğular da çoxdur və təkcə Asan əməkdaşları deyil, digər təşkilatlar üçün də bu sifariş əsasında keçirilir. Asanın işi yüngülləşdirməkdir. Süni intellektlə münasibətləriniz necədir? Yəni, bu sizin işinizdə rəqibinizdir, yoxsa müttəfiqinizdir? Süni intellekt başda olmaqla bütün müasir texnologiyalar bizim mütləq müttəfiqimiz olmalıdır, bizim alətimiz, vasitəmiz olmalıdır. Ümumiyyətlə, süni intellekt bizim üçün əlbəttə məqsəd deyil. Süni intellekt bir vasitədir. Bu vasitədən istifadə etməklə, bu alətdən istifadə etməklə vətəndaşların məmnuniyyətinin davamlılığını saxlamaq, xidmətlərimizi daha operativ, daha əlçatan, daha şəffaf edək, daha sıfır bir bürokratiya şəraitində xidmətlərin təşkilini davam etdirmək üçün bu həllərdən istifadə etmək. 24-cü ildə biz Asan Xidmətdə daxili süni intellekt strategiyası qəbul etdik. Bu 2 illik bir strategiyadır ki, bu illər ərzində biz Asan Xidmətdə hansı funksiyaları sırf süni intellekt vasitəsilə yerinə yetirə bilək. Və bilirsiniz, bu il Cənab Prezidentin sərəncamı oldu süni intellekt strategiyası ilə bağlı. Çox vacib bir sərəncamdır. Artıq dövlət səviyyəsində süni intellektin tətbiqi ilə bağlı hədəflər və məqsədlər müəyyən olunubdur orada. Çağrı mərkəzimizi tam süni intellekt əsaslı çağrı mərkəzinə keçirməyə hədəfləmişik. Bu istiqamətdə iş gedir. Bu 13 illik bir periodda çağrı mərkəzinə toplanan bütün datalar süni intellekt maşınına öyrədilir və artıq o Azərbaycanın bütün güşələrinin, ləhcələrini anlayır, başa düşür ki, onu nə istəyir və ona uyğun cavab verəcəkdir. Bu bizə nə verir? Bu bizə 24/7 xidmət etmə imkanı verir, fasiləsiz və gələn zənglərin hamısını qiymətləndirə bilirik, nə dərəcədə dolğun, düzgün məlumat verildi və yoxsa yox və vətəndaş tamamilə gözləmədə qalmır, sıfır gözləmə müddəti olur. Yəni, nə vaxt zəng edirsə, 24 saat, 7 gün ərzində
birbaşa qoşulmaqla bütün suallarına, asan xidmətlə bağlı suallarına cavab ala biləcəkdir. Və bundan əlavə biz asan xidmət bilirsiniz, data ilə işləyən bir təşkilatdır. Gündəlik yığılan datalar real vaxt rejimində təhlil olunur və biz bu data təhlilinə də süni intellekt təhlili tətbiq edirik ki, çox sürətli bizə təhlil əsasında bizim asan xidmətin biznes prosesindəki boşluq və ya ziddiyyətləri bildirə bilsin ki, biz dərhal avtomatik o problemə, o boşluğa reaksiya verə bilək. Situasiya mərkəzi var. Bütün əməkdaşlarımız situasiya mərkəzi vasitəsilə izlənilir, belə deyək ki, onların vətəndaşla davranışı, xarici görünüşü, göz təması, güləriz olub olmaması və s. müxtəlif meyarlar var. Əslində dediyim kimi bu onun üçündür ki, bu da bizim güzgümüzdür. Yəni əgər biz normal vətəndaş qarşısında dayanıb onunla dialoqu normal aparmasaq, bir problem olsa, bu xarici görünüşümüzdən tutmuş davranışımıza qədər bu məsələni vətəndaş görüb artıq şikayət edə bilər. Situasiya mərkəzi vasitəsilə biz qabaqcadan preventiv olaraq o problemləri görüb, o belə deyək, nöqsanları aradan qaldırırıq ki, artıq problem olmasın. Situasiya mərkəzində süni intellekt tətbiq olunur ki, bu avtomatlaşdırılmış qaydada real vaxt rejimində sistem özü müəyyən edir ki, hansı əməkdaşımızda problem var. Bir neçəsini burada görürsünüz. Vətəndaş qarşısında mobil telefondan istifadə etmək. Bizim üçün bu bağışlanılmaz bir nöqsandır. Və xidmət yerinin boş olması görürsünüz. Vətəndaş oturub pəncərədə, əməkdaş yoxdur. Bu cür hal isimliyi taxmamaq, bu cür halları sistem özü müəyyən edir və dərhal müdaxilə olunur. Həmin mərkəzdə o əməkdaş kimdirsə, onun həm tədbir görülür nöqsanına görə, həm də xidmət prosesi təşkil olunur. Burada əlbəttə vətəndaş kobudluğu varsa, biz onu ancaq səbir və təmkin nümayiş etdiririk, başqa bir hal ola bilməz. Amma əməkdaş əlbəttə ki, bizim bugün asan sistemində 5000-ə yaxın əməkdaş çalışır və müəyyən səbirsizlik də ola bilər, müəyyən qeyri-adekvat addım da ata bilir əməkdaş. Bu çox az hallarda olur, amma olanda da tədbir görülür. Tədbir dedikdə bu təkcə cəzalandırma deyil, təbii ki. İlk növbədə bu cür yanaşmanın nəyə görə formalaşması, onun səbəbi araşdırılır. Əgər təlimə ehtiyac varsa, o əməkdaş cəzadan qabaq təlimə göndərilir. Yəni, o müəyyən təlimlər olmalıdır, müəyyən motivasiya tədbiri olmalıdır ki, əməkdaşın özünün, yəni, bilirsiniz, vətəndaş məmnuniyyəti əməkdaş məmnuniyyətindən asılıdır. Əməkdaş hansısa ciddi bir problemlə məşğuldursa və onun özünün əhval-ruhiyyəsinə təsir edirsə, istər-istəməz vətəndaşa da bu sirayət edəcəkdir. Ona görə ilk növbədə cəzadan əvvəl əməkdaşın özü ilə bir psixoloji iş aparılır və əgər görülsə ki, bu qəsdən törədilən və yaxud da bu dəfələrlə təkrarlanan bir haldırsa, o zaman onun qiymətləndirilməsində bu məsələlər nəzərə alınır. Və bugün əgər vətəndaş məmnuniyyəti dediyim kimi 99%-in üzərindədirsə, bu da əməkdaşlarla aparılan düzgün işin nəticəsidir ki, əməkdaş da vətəndaşla düzgün ünsiyyəti qura bilibdir. Eyni zamanda bu cür həllərin, süni intellekt həllərinin, texnologiyaların düzgün tətbiqi buna bizə şərait yaradır. Vətəndaş axını idarə olunması. Məsələn, asan xidmət üçün bu çox vacib hallardan biridir. Nəyə görə? Çünki kütləvi müraciət olunur mərkəzlərə və burada ola bilər ki, hansısa 400 xidmət var dedik, amma 400 xidmətin hər birinə eyni sayda vətəndaş gəlmir. Əgər biz daha çox xidmət müraciəti olan xidmətləri yan-bayan yerləşdirsək, onda deməli o hissədə bir vətəndaş kütləviliyi yarana biləcək. Bu sistemin, bu süni intellekt həllini tətbiq etməklə biz vətəndaş axını idarə olunmasını düzgün təşkil edə bilirik. Müəyyən xidmətləri bir-birindən kənar saxlamaq, mərtəbələr arası müəyyən o proseduru düzgün qurmaq. Bu, bilirsiniz, müəyyən texniki məsələlərdir. İlk baxışdan görünə bilər ki, primitivdir, amma bu da sonda asan xidmətin o əsas məqsədinə, vətəndaş məmnuniyyətinə, vətəndaş məmnunluğuna gətirən hallardan biridir ki, vətəndaş o sıxlığı hiss etməsin, vətəndaş axını düzgün idarə olunsun və vətəndaş mərkəzə girəndən çıxana qədər proses düzgün qurulsun ki, adam yalnız xidmətinin
barədə düşünsün, xidmətini alsın və getsin. Və bu məsələlərdə süni intellekt həlli bizim əlimizdən tutur, tətbiq edirik. Və generativ süni intellekt əsaslı audit sistemi, bu da çox vacibdir. Bilirsiniz, mən bayaq qeyd etdim ki, bu asan xidmətdə o demək deyil ki, vətəndaş gəldikcə mütləq xidmət ala bilər. Müəyyən hüquqi sənədində problem varsa, ondan imtina olunur xidmət göstərməkdən. Bu zaman bu audit sistemi işə girir. Yəni, vətəndaşa verilən imtina əsaslıdırmı, əsassızdırmı? Əgər bir növ nəzarət kimi bəli. Və buna əvvəllər bizim hüquqşünaslar gündəlik olaraq araşdırmalı idilər hər bir imtinanı ki, bunun hüquqi əsası var yoxsa yox. Amma indi artıq bu audit sistemi vasitəsilə imtina mövzusu, məzmunu sistemə yüklənir və o dərhal baxır hüquqi qanunvericilikdə bu əsasdırmı yoxsa yox. Burada iki məsələ var. Əgər imtina əsaslıdırsa və vətəndaş buna narazıdırsa, artıq bizim əməkdaşlar o qanunun maddələrini, bəndlərini, tələblərini vətəndaşa izah edir ki, bu səbəblərdəndir və vətəndaş başa düşür, edir və yaxud da əsassız ola bilər, qanunun norması düzgün tətbiq olunmaya bilər. Bu halda həmin xidmətin verilməsi təmin edilir. Bunun üçün əvvəllər böyük bir hüquqşünas ordusuna ehtiyac var idisə bunu qurmaq, artıq süni intellekt əsaslı audit sistemi bizə imkan verir ki, saniyələr ərzində bu prosesi artıq yekunlaşdıra bilək. Ülvi müəllim, istəyirəm həm də asan bilim layihəsi barədə də danışasınız. Bu layihə ilə bağlı vəziyyət necədir? Müraciət edənlər, görülən işlər, nəticələr? Bilim Azərbaycan layihəsi 3 il əvvəl fəaliyyətə başladı. Türkiyənin T3 fondu ilə birgə bunu başlamışıq. Burada əsas məqsəd 6-14 yaş arası şagirdlərə elm, texnologiya, müasir elmlərə, mühəndisliyə, müasir texnoloji fənlərə maraq oyatmaqdır. Və bu məktəbdən kənar bir fəaliyyətdir. Və bu günə qədər 150 mindən çox şagird artıq Bakıda yerləşən bilim Bakıdan istifadə edibdir. Burada 6 laboratoriya deyirik, yəni ixtisaslaşmış deməli, sinif otaqları mövcuddur. Bu astronomiya, kosmos, aviasiya otağıdır, dizayndır, sahibkarlıq, təbiət elmləri, riyaziyyat və texnologiya laboratoriyalarıdır ki, bu dediyimiz bu 6-14 yaş arası uşaqlar bura müraciət edirlər və tamamilə ödənişsiz həftənin 7 günü burada müəyyən modullar öyrənirlər və əsas məqsəd də burada əylənərək öyrənməkdir. Öyrəndiklərini praktik təcrübədə tətbiq etmək imkanlarıdır. Bilim Azərbaycan layihəsi imkan verir ki, o öyrəndiyi düsturun real həyatda tətbiqi hansı imkanlar açır? Fizikadakı öyrəndiyi qanun hansı imkanlar yaradır? Və onlara əldə etdiyi biliyi biznesə necə çevirmək olar? Yəni, təsəvvür edək ki, 6, 7, 8 yaşında bir uşaq artıq biznes təfəkkürü ilə böyüməyə vərdiş edir. Quba Asan Xidmət Mərkəzində bunun növbəti filialını artıq açmışıq. Quba və ətraf regionda olan şagirdlər də öyrənə bilir. Növbəti illərdə hədəfimiz odur ki, harada Asan Xidmət Mərkəzi varsa, orada bu cür bilim mərkəzləri formalaşsın ki, region uşaqları da bu faydalana bilsin bu layihədən. Və bilirsiniz, Azərbaycan yaşıl enerjiyə böyük önəm verir. Bu dövlət siyasətində artıq prioritet mövzulardan biridir. Və asan xidmət olaraq da biz asan infrastrukturdan istifadə etməklə yaşıl enerji siyasətinə töhfə verməyə çalışırıq. Asanın yerli, bu İNOLANın startaplarının yaratdığı bir enerji doldurma deməli aparatları var, hansı ki, bütün asan xidmətlərdə artıq quraşdırılıbdır ki, vətəndaşlar elektrik maşınlarını orada doldura bilirsən enerji ilə və bütün asan xidmət mərkəzlərində artıq günəş panelləri var. Onlar bugün üçün asan xidmətin elektrik enerji təminatının 30%-ni təmin edirlər. Biz bu ilin sonuna qədər növbəti illərdə istəyirik ki, 100%-ə yaxın artıq bunu edək və asan artıq tamamilə yaşıl enerji ilə, günəş enerjisi ilə qidalansın və bunun ekoloji və enerji effektivliyini ölçmüşük ki, bir mərkəz bir ay üzrə 129 ton karbon emissiyasının azaldılmasına gətirib çıxarır bir mərkəzin bir aylıq günəş paneli istifadəsi. Və bu da təxminən 7000 yeni ağacın əkilməsi deməkdir. Yəni bizim bugün 28 mərkəzimiz var
və 28 mərkəz hər ay günəş enerjisi ilə qidalanmaqla hər biri 7000 ağac əkmiş olur. Tonlarla karbon emissiyasının azalmasına gətirib çıxardır. Və insanlarda da bir ideya formalaşır. Əgər bir asan kimi bir bina günəş enerjisi ilə rahat qidalana bilirsə, nəyə görə biz öz evlərimizdə, ofislərimizdə bundan istifadə etməyək? Bir növ həm də asan bu addımla yaxşı enerjiya keçidin təbliğat və təşviqat funksiyasında yerinə yetirmiş olur. Bugünkü müsahibəmizdə Asan AI Hub platforması barədə də məlumat verəsiniz. Bu platforma nə üçün yaradılıb, məqsədi nədir, səbəbləri nədir, hansı işlər görüləcək və nə əldə olunacaq, nəticə necə olacaq? Asan AI Hub, Asan xidmətin bu il dekabr ayında fəaliyyətə başladığı yeni bir ideyadır, yeni bir konsepsiyadır. Dekabrın 2-sində bunun əsası qoyuldu bu mərkəzin. Bilirsiniz, bir müddət öncə Cənab Prezident Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı tədbirdə iştirak etdi və orada bir proqram xarakterli geniş bir çıxış etdi. Və orada həm də dövlət orqanlarına, təşkilatlarına da səsləndi və tapşırıq verdi ki, süni intellekt həlləri ilə bağlı Azərbaycan elmi ilə əməkdaşlıq formalaşdırılsın. Əlbəttə, Cənab Prezidentin bu çağırışı bizim üçün yeni bir vəzifə müəyyən etdi. Biz də düşündük ki, Asan xidmətdə belə bir mərkəz formalaşsın, hansı ki, bu açıq bir platformadır. Burada göstərəcəm. Burada 4 istiqamət üzrə fəaliyyət var. Açıq innovasiya və tədqiqat inkişaf, süni intellekt kursları və biznes həlləri. Asan xidmətlə daxil olmaqla dövlət təşkilatları, digər qurumlar, özəl şirkətlər özünün çağırışını, problemini bu platformada elan edir və elan edilmiş bu problem tədqiqat və inkişaf mərkəzləri tərəfindən bir həll hazırlanır və o həll bu tələblərə cavab verirsə o şirkətin, belə sifarişçi onu alır tədqiqat mərkəzindən. Bilirsiniz, Asan xidmət özü tənzimləməklə daha çox məşğuldur. Yəni, Asan xidmət özü heç bir xidmət göstərmir. Burada 15 dövlət təşkilatı, nazirliklər, dövlət komitələri, agentliklər öz xidmətlərini göstərir vətəndaşa. Asan nə edir? Asan xidmətin standartını müəyyən edib, onun monitorinqini, nəzarətini həyata keçirir ki, şəffaflıq olsun, nəzakətlilik olsun, rahatlıq olsun, bürokratiya, süründürməçilik olmasın. Burada 10 illik ərzində toplanan bir təcrübəni indi bu yeni bir həldə də düşünürük ki, bizneslə, dövlət təşkilatı ilə Azərbaycanın elm cəmiyyəsini, tədqiqat inkişaf mərkəzlərini, universitetlərin, laboratoriyalarını bir növ birləşdirək, onlar arasında bir biznes əlaqələr formalaşsın, yaransın. Bu həm şirkətlər üçün əlverişlidir ki, izafi xərclərdən yan keçəcəklər. Həm tədqiqat və inkişaf mərkəzləri Azərbaycanın elm mərkəzləri üçün yaxşıdır ki, onlar sifariş əldə edəcəklər, öz potensialını ortaya qoya biləcəklər. Bu baxımdan maraqlı bir mərkəzdir. Dediyim kimi, hələ bir ay tamam olmayıbdır, amma gözləntilərimiz böyükdür. Asanın sosial layihələrindən də danışıq. Burada həm ABAD var, həm Yaşad fondu var, həm də ki, Asan könüllüləri var. Bu barədə istəyirəm danışaq. Bəli, sosial innovasiyalar bilirsiniz, bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir və onlardan biri də ABAD-dır. Bu sosial bir proyektdir. Cənab Prezidentin fərmanı ilə yaradılıbdır. Və bugünə qədər artıq 670 abadçı ailə var, yəni ailə bura qoşulubdur və biz baxsaq sevindirici 690 hətta abadçıların sayı var və onların 52%-i qadınlardır, görürsünüz, bu da sevindirici haldır və onların ümumi bu illər ərzində abadçılar abada qoşulmaqla 14 milyon manatlıq gəlir əldə ediblər. Bu, həm məşğulluğun artırılmasıdır, təmin olunmasıdır, həm əlavə yeni gəlir mənbələrinin formalaşdırılması deməkdir. Çünki abadçılar kimlərdir? Onlar regionda yaşayan və gündəlik işləri ilə məşğul olan şəxslərdir. Onların bəzilərinin hətta hobbisidir nəsə bir əl işi düzəltmək, amma abad vasitəsilə o hobbini biznesə çevirə bilir. Satışdan əldə olunan gəlir də birbaşa abadçının bank hesabına köçürülür. Və bu regionlarda, xüsusilə də az təminatlı ailələrin gəlirliyinin artırılması, məşğulluğun artırılması, təmin olunması istiqamətinə çox uğurlu bir sosial layihələrdən biridir. Yaşad fondu bilirsiniz, Vətən müharibəsindən dərhal sonra Cənab Prezidentin fərmanı ilə yaradıldı. Artıq 5 ildir fəaliyyətdədir. Burada əsas məqsəd nə idi? Şəhid ailələri və müharibə əlillərinə dövlətin ciddi bir dəstəyi var. Bunun üçün ayrıca proqramları mövcuddur.
mənzil şəraitinin yaxşılaşdırılması, yeni mənzillər verilməsi, avtomobillər verilməsi, təqaüdlər və digər çoxsaylı dövlətin ciddi dəstəyi var. Yaşad fondu isə bu dəstəyə, bu proqramlara, sosial proqramlara əlavə dəstək verməlidir. İctimaiyyətdən, Azərbaycan vətəndaşlarından, şirkətlərindən, dünyada yaşayan həmvətənlərdən gələn iyanələr hesabına dövlətin bu kateqoriyada olan şəxslərə göstərdiyi dəstəyə əlavə bir güc qatmaq olubdur. Və bu günə qədər 18 mindən çox şəhid ailəsi üzvü və müharibə əlilinin müraciətinin əsasında onların 94 minə yaxın müraciəti reallaşdırılıbdır. Və bunun üçün 93 milyondan çox manat vəsait xərclənibdir. Müxtəlif həm də layihələr həyata keçirib Yaşad tərəfindən, Yaşad düşərgələri, şəhid uşaqları üçün yay məktəbləri, hədiyyə kərvanı hər bir şəhidimizin övladına 1 iyun bilirsiniz, Beynəlxalq Uşaqlar Günü, o ərəfədə bütün şəhidlərimizin övladlarına bu hədiyyələr paylanılır və hər bir məktəbli, şəhidlərimizin məktəbli övladları 1-11-ci sinif, onlar üçün il ərzində illik məktəbli ləvazimatı hər il avqust-sentyabr aylarında deməli verilir, paylanılır və ən uğurlu və uzun müddətli layihələrdən biri də Yaşadın onların bizə əmanət layihəsidir. Şəhidlərimizin, onlar şəhid olduqdan sonra 120 övladı dünyaya gəlib. 120 körpənin hər birinin adına Yaşad tərəfindən 5000 manatlıq depozit yerləşdirilibdir bankda. Onlar 16 yaşına çatdıqda o məbləği çıxardıb özləri üçün istifadə edə biləcək. Bu gün üçün 232 min manatdan çox onların depozitinə əlavə vəsait gəlibdir. Təxmini hesablamaya görə bu körpələrimiz 16 yaşına çatanda hər biri təxminən 20 min manat vəsait formalaşacaq və 16 yaşlı bir gənc üçün 20 min manatla, belə deyək, cəmiyyətdə yeni addım atmaq üçün kifayət qədər normal məbləğdir və fondun hesabatlığı bizim üçün son dərəcə əhəmiyyətli və vacibdir. Ona görə də Yaşadın portalı var, saytı var bilirsiniz və hər bir xərclənən məbləğ son qəpiyinə qədər burada hesabatlıq bölməsində göstərilir. İyanələr indi də edilirmi? Yoxsa tutalım, təbii ki, əvvəlki dövrlə müqayisədə böyük ehtimal ki, azalıb. Ancaq bu proses davam edirmi? İyanələr varmı? Əlbəttə, zaman ötdükcə azalma tendensiyası var. Bu da təbii düşünürük və gələcəkdə də əgər cəmiyyət olaraq fondun fəaliyyətinin davam etdirilməsi istəniləcəksə, gərək ona bu iyanələr də olsun. Asan könüllərə asan xidmətin ayrılmaz bir tərkib hissəsidir, bilirsiniz. İlk asan fəaliyyətə başlayanda 15 könüllü ilə başlamışdı. Bugün artıq 44 mindən çox könüllü asan xidmətdə gəlib gedibdir könüllü olaraq və onlar 850-dən çox yerli və beynəlxalq layihə həyata keçiriblər və 3412 nəfər də işlə təmin olunubdur onların, yəni həm ASAN-da, həm digər dövlət orqanlarında. Və ASAN könüllərinin bir ASAN məktub sosial proqramı var. Bu, ucqar ərazilərdə yaşayan az yaşlı uşaqlar və uşaq evlərində, sığınacaqlarda olan az yaşlı uşaqlar öz arzularını yazırlar və bu ASAN məktub platformasına yerləşdirilir. Vətəndaşlar o arzuları oxuyub, onları alırlar, nə arzu ediblərsə və könüllərimiz onu çatdırır həmin o uşaqlara. Bu yaxınlarda 10 yaşı tamam oldu bu layihənin, 10 mindən çox uşağın arzusu gerçəkləşib. Hər gün 3 uşağın arzusu bu platforma vasitəsilə reallaşdırılıb, gerçəkləşdirilib ki, bu da ASAN könüllərinin həyata keçirdiyi ən böyük layihələrdən biridir. Növbəti böyük proqram Yaşıl Asan ekoloji proqramıdır ki, bu illər ərzində baxın 2000 tondan çox kağız tullantısı toplanıb və təkrar emala göndərilir. Bu nə deməkdir? Bu 40 minə yaxın ağacın kəsilməsinin qarşısı alınması deməkdir. Yəni bu təkrar emal və 500-dən çox ekoloji və sosial yönümlü layihə həyata keçiriblər. Təmizlik, ağac əkmə aksiyaları və s. Biz bilirik ki, ASAN həm də beynəlxalq brenddir. Bugün ASAN brendindən, təcrübənizdən hansı ölkələr istifadə edir, hansı əməkdaşlıqlar həyata keçirilir? Bəli, beynəlxalq əməkdaşlıq artıq ASAN xidmətin əsas fəaliyyətindən birinə çevrilibdir. Qeyd etdiyiniz kimi, ASAN xidmət dövlət xidmətləri sayəsində, dövlət idarəetməsində
unikal model kimi, Azərbaycanın brendi kimi bütün mötəbər beynəlxalq təşkilatların mükafatını alıbdır. Ən əvvəl dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi üzrə BMT mükafatı xüsusi vurğulamaq istəyirəm. Bu 200-ə yaxın BMT-yə üzv olan dövlətlərin 800-dən çox təqdim etdiyi modellər, həllər, konsepsiyalar arasında seçilib birinci yerə layiq görülübdür. 2019-cu ildə isə dövlət xidmətlərində innovasiyanın təşviqi üzrə xüsusi mükafata layiq görülübdür BMT tərəfindən yenə də. Və Dubay şəhərində hər il Dünya Hökumət Sammiti keçirilir və orada da dünyanın ən qabaqcıl dövlət xidməti mükafatına layiq görülübdür 80 ölkə arasından. Və bu mükafatlar, digər mükafatlar da var, amma əsasən beynəlxalq müstəvidə dövlət xidmətləri sahəsində mövcud olan ən ali mükafatları Azərbaycanın asan xidmət modeli, Cənab Prezidentin asan xidmət brendi ki, bu onun təşəbbüsü, onun innovasiyasıdır. Bütün beynəlxalq ali mükafatları alıbdır. Və bu gün artıq 30 ölkə və beynəlxalq təşkilatla müqavilələrimiz var və bütün müqavilələrdə birmənalı olaraq yazılıb ki, Azərbaycanın asan xidmət modelinin həmin ölkədə tətbiqi ilə bağlı. Yəni, memorandumun əsas bəndi, əsas mahiyyəti, məzmunu bundan ibarətdir. Və təkcə bu il, 25-ci ildə 9 ölkə ilə biz saziş imzalamışıq. Bu, Pakistan İslam Respublikası, Belarus Respublikası, Somaliya, Kamboca, Senegal, Kolumbiya, Qazaxıstan, Ruanda, Qvine-Bissau Respublikası. Təkcə bu 9 memorandum bu il imzalanıbdır. Və 18 ölkədən müraciət almışıq bu il ərzində. Dünyanın 4 qitəsindən müraciətlər var ki, asan xidmət modelini öyrənmək istəyirlər və biz yəqin ki, qarşıdakı növbəti ildə bu ölkələrlə sazişlərimiz də olacaq ki, onlarla işləyək. Və bugün artıq Əfqanistanda, İndoneziyada, Özbəkistanda, Uqandada və Efiopiyada asan xidmət bazası əsasında qurulmuş xidmət mərkəzləri artıq fəaliyyətdədir. Və bu yaxınlarda artıq Pakistanda yeni mərkəz istifadəyə veriləcəkdir. COP29 çərçivəsində bayaq qeyd etdiyim kimi Azərbaycan hökuməti ilə BMT arasında bir töhfə anlaşması imzalandı və əsas məqsəd də asan xidmət təcrübəsinin 4 qitədə təşviqidir, təlimlərin keçirilməsidir və asan xidmət vahid idarəetmə standartının hazırlanmasıdır. Artıq Azərbaycan korrupsiyaya qarşı mübarizə sistemi olan innovasiyasını, vətəndaşların hüquqlarının realizə sistemi olan innovasiyasını, asan xidmət brendini Azərbaycan təşviq etmir. Artıq BMT təşviq edir digər ölkələrə, tövsiyə edir. Mən dedim, 18 ölkədən biz bu il müraciət almışıq. Onlar hardan bilirlər? Onlar beynəlxalq təşkilatlara müraciət edəndə ki, biz belə deyək, dövlət xidmətləri sahəsində ən yaxşı modellərin tətbiq etmək istəyirik ki, həmin beynəlxalq təşkilatlar Azərbaycan asan modelini onlara tövsiyə edir. Və bu ölkələrə BMT tərəfindən təbliğat və təşviqat aparılır ki, bu modeli tətbiq etsinlər. Və bu müqavilə çərçivəsində bu il biz həm BMT-nin New York qərargahında deməli, plenar sessiya keçirildi və üzv ölkələrə asan xidmət modelinin təqdimatı həyata keçirildi. Eyni zamanda Afrika İttifaqının mənzili qərargahında Afrika ölkələri üçün yəni asan modelinin təşviqi ilə bağlı idarəetmə innovasiyası hər kəs üçün çevik, inklüziv və insan yönümlü xidmətlərin təkmilləşdirilməsi mövzusunda bir forum keçirildi və orada asan xidmət təqdim olundu. Və UNESCO tərəfindən Azərbaycanda dövlət xidmətlərində texnologiyalar və sosial innovasiyalar adlı bir icmal nəşr hazırlanır bu il ərzində və orada asan xidmətin dövlət xidmətləri sahəsində təcrübəsi təqdim olunur. ASAN-ın tətbiq etdiyi bütün rəqəmsal və texnoloji həllər bu icmal nəşrdə çap olunubdur və bu nəşr BMT-yə üzv olan bütün ölkələrə paylanılır. Dünya İqtisadi Forumunun hesabatı bu ilin yanvar ayında deməli hökumət texnologiyalarının qlobal ictimai təsiri 9.8 trilyon dollarlıq bir fürsət adlı hesabatı dərc olunubdur. Bu hesabatda dövlət sektorunda şəffaflıq, səmərəlilik və hesabatlığın artırılmasında GovTech, yəni dövlət sahəsində, xidmətlər sahəsində texnologiyalar, süni intellekt, data analitika və innovativ platformanın rolu müzakirə olunub və burada 7 ölkənin təcrübəsindən yol verilir ki, onunla biri də Azərbaycandır və Azərbaycanın sırf asan
asanda tətbiq olunan innovativ həlləri Dünya İqtisadi Forumu hesabatına yer alıbdır. Asan xidmət beynəlxalq müstəvidə özünü təbliğ və təşviq etmir. Artıq beynəlxalq təşkilatlar bununla maraqlanır və onlar digər ölkələrə nümunə kimi göstərirlər ki, bu da vacib məsələdir. Oxford Universiteti ilə bizim əməkdaşlığımız qurulubdur. Oxford Universiteti ictimai xidmət və idarəetmə sahəsində ixtisaslaşıb və birisi top 5-likdə olan bir universitetdir. Orada tələbələrin elmi işləri, diplom işləri mövzularından biri də asan xidmətdir. Və o tələbələr yay təcrübə proqramı təşkil olunub, hansı tələbə əgər asan modelinin araşdırılması ilə bağlı mövzu götürürsə, onlara asanda yay proqramı təşkil olunur və onlar sonra Blavatnik İdarəçilik Məktəbinin bloqunda asan xidmət təcrübəsinə həsr olunmuş bir məqalə dərc edirlər. Hər il bu bloqda Azərbaycanın asan modeli haqqında bir neçə tələbə məqalə yazır, formalaşdırır. Artıq Azərbaycanın asan brendi bütün mötəbər beynəlxalq mükafatı alıbdır və artıq asan xidmət özü beynəlxalq mükafat verir. Bir neçə gün bundan əvvəl Rumuniyada dövlət sektorunda innovasiya forumu təşkil olundu və onların dəvəti ilə onlar xahiş etdilər ki, asan xidmət Rumuniyada dövlət sektorunda innovativ həlləri qiymətləndirsin və onlara mükafat təqdim etsin. Və biz orada qalib layihəyə xüsusi təhsil olmuş asan mükafatı təqdim etdik. Rumıniya Avropa Birliyinin üzvü olan bir ölkədir, kifayət qədər inkişaf etmiş bir ölkədir və orada innovasiyalar, texnologiyalarda kifayət qədər ciddi tətbiq olunur. Amma dövlət sektorunda innovativ həllərlə bağlı, texnologiyanın tətbiqi ilə bağlı məsələdə onlar Azərbaycanın asan modelinə müraciət edirlər və bizim tərəfindən qiymətləndirməni istəyirlər və Rumıniya ilə bizim sazişimiz var. Orada da növbəti illərdə asan xidmət modeli bir neçə şəhərdə qurulması planlaşdırılır. Bundan əvvəl isə asan mükafatı Afrika ölkələrində dövlət sektorunda innovasiyaların tətbiqi ilə bağlı həyata keçirilmişdi mükafatlandırma. Özbəkistanda bilirsiniz, asan xidmət əsasında 200-dən çox xidmət mərkəzi var, dövlət xidmətləri mərkəzi. Asan xidmətin ixrac olunduğu ölkələrdən biridir və bu il ərzində 40-dan çox xarici ölkənin nümayəndə heyəti Asana səfər edibdir. Asanın fəaliyyəti ilə tanış olubdur və Pakistanın İslam Respublikasının baş naziri, Somaliya Respublikasının prezidenti, Ruanda Respublikasının prezidenti, Liviya baş nazirinin müşaviri kimi yüksək səviyyəli qonaqlar da asan xidmətə baş çəkib ziyarət edibdir və öz ölkələrində tətbiqi ilə bağlı Azərbaycan dövlətinə müraciət ediblər. Azərbaycan vətəndaşı üçün asan xidmət sadəcə gəlib xidmət alıb getdiyim bir məkan kimi qiymətləndirilə bilər. Bu da təbiidir. Amma asan konsepsiya olaraq özü əsasən 4 ciddi bir sahəyə cavab verən bir unikal bir konsepsiyadır. İlk növbədə bu korrupsiyaya qarşı institusional bir islahatdır. Cənab Prezident islahatıdır və bu islahatın tətbiqi ilə sübut olundu ki, bu sahədə korrupsiya tamamilə yığışdırılıbdır və uğurla bu islahat uğurla həyata keçirilə bilibdir. İkinci, vətəndaş hüquqlarının realizə edilmə konsepsiyasıdır asan xidmət. BMT İnsan Hüquqları Şurası öz qətnaməsində qeyd edir ki, asan xidmət tipli modellər, konsepsiyalar vətəndaşların hüquqlarını icra etməsinə şərait yaradan bir konsepsiyadır. Yəni, bizim hüquqlarımız var, amma bu hüquqlarımızı realizə etmək üçün dövlətdən bu xidmətləri almalıyıq. Və bu zaman, əgər dövlət öz vətəndaşına şəffaf, tamamilə operativ, hər kəs üçün əlçatan xidmət modeli qurubsa, deməli, dövlət vətəndaşın öz hüququnu icra etmək üçün, realizə etmək üçün imkan yaradıbdır. Bu baxımdan bu unikal konsepsiyadır. Və BMT-nin dayanıqlı inkişaf məqsədləri var, bilirsiniz. Bu inkişaf məqsədlərinə cavab verən və beynəlxalq səviyyədə tanınan bir platformadır. Yəni, BMT-nin asan modelini belə də təbliğ və təşviq etməsinin əsas səbəblərindən biri də budur ki, o, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə birbaşa xidmət göstərən unikal bir konsepsiyadır. Və ən əsası da rəqəmsal transformasiyanın əsas komponentidir. Bugün bilirsiniz, bütün dövlətlər bir rəqəmsal transformasiya keçirlər. Bütün dövlətlər yeni rəqəmsallaşma ilə ayaqlaşmaq istəyirlər
və bu transformasiya üçün əsas komponentlərdən biri də asan xidmət modeli kimi bir modellərdir. Və bugün biz 30 ölkə ilə işləyirsə, onlardan tələbat varsa asan xidmətə, bu həmin ölkələrdə bu transformasiyanın uğurla keçməsini həyata keçirmək üçün müraciətdir. Yəni asan xidmət modelinə müraciət olunur. Azərbaycanın özündə də dövlət xidmətlərini asan xidmətdə bir mərkəzə toplamaq, onları qiymətləndirmək, optimallaşdırmaq və onların rəqəmsallaşmasına gətirib çıxardır ki, bugün artıq Azərbaycanda kifayət qədər çox rəqəmsal xidmətlər var, mövcuddur və bu prosesdə inkişaf edir. Yəni, ümumilikdə asan xidmət təkcə xidmət alıb gedən bir mərkəz, bir bina deyil, qeyd etdiyim bu 4 istiqamət üzrə unikal bir model və konsepsiyadır. Ülvi müəllim, təşəkkür edirəm. Suallarımıza geniş və ətraflı cavab verdiyiniz üçün minnətdaram. Təşəkkür edirəm. Mən sizin qarşıdan gələn Azərbaycanın həmrəylik günü münasibətilə və yeni münasibətilə təbrik edirəm. Çox sağ olun. Xatırladım ki, vacib sualı Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev cavablandırırdı. Görüşmək ümidi ilə hələlik.